Enar bəy bizə matrislərdən danışacaq. Enar bəy, buyurun. Alqışlayırıq Enar bəyi. Test. Aha, səs gəlir. 5 milyon dollar. Verin gəlsin. Gözəl, diqqətiniz məndədir. Mən bugünkü təqdimatımızı planlayanda əslində çox düşünürdüm ki, 5-ci günün, 5 gün qeyri-iş günündən sonraki həftənin son iş günündə belə gözəl bir forumun, belə deyək də, məlumatla yüklənmiş auditoriyasına təqdim edəcəm və mümkün qədər sizlər üçün daha interaktiv mi deyim, daha belə marağınızı, diqqətinizi çəkəcək formada etməyə çalışacağam. Amma bu təqdimatı eləyərkən əvvəlcədən bir qaydalarım var da, disclaimerlar, qaydalar. İlk öncə disclaimerın birincisi odur ki, mən burada şirkətimizin fikirlərini təmsil etmirəm. Mən öz fərdi experience-ımdan, təcrübəmdən gördüyüm fikirləri təmsil edəcəm. İkincisi, mən bir növü burada səslənən ideyalar, burada görəcəyiniz məlumatlar təbii ki, müəyyən elmi və ya belə deyək, ədəbiyyata əsaslanan məlumatlardır, amma bunların hamısı mənim fərdi süzgəcimdən keçibdir. Mənim təcrübəmə əsasən bir növü filtrdən keçirdiyim məlumatlardır və üçüncüsü, mən hələ də, bəli, AI dövründə digital business-ın içindən gələn bir insan kimi, amma yenə də düşünürəm ki, bütün şirkətlərin, iqtisadi uğurların, bütün deməyək, Azərbaycandakı hal-hazırda şirkətlərin böyük əksəriyyətinin iqtisadi uğurlarının təməli də, banisi də, səbəbi də insanlardır, oradakı insan kapitalıdır və onu varsayaraq bunu sizə göstərirəm. Birinci slaydı xahiş edirəm yadda saxlayasınız. Gördüyünüz kimi burada mövzu başlığı yazılıbdır. Burada əslində mövzu başlığının özü yazılmalıydı. Bunun haqqında da bizim növbəti slaydlarımızın birində danışacağıq. Niyə matrislər? Matrislər, əslində matris linear algebra dediyimiz xətti cəbir, əgər düzgün tərcümə edirəmsə, 19-cu əsrin civarlarında yaranmış bir şeydir. Bunun biznes boardroomlarına, corporate environment-a gəlməyi təxmini bir 150 il çəkibdir. Təxmini 1960-cı, 70-ci illərdə Boston Consultancy Group tanınmış, onların da matrisini görəcəyik və McKinsey Consultancy şirkəti matrisləri müəyyən kompleks biznes unitləri daha sadə, daha anlaşılan dildə, biz biznes adamları təbii ki, çox kompleks işlərlə məşğuluq, amma linear algebra ilə məşğul olan insanlar üçün biz o qədər də yüksək IQ-lu insanlar olmadığımız üçün onların daha çətin bildiyi şeyləri bizlərə asan dildə izah eləməyə çalışıbdılar. Və bu da gətirib çıxarıbdır modern dövrdə nəyə? Biz artıq insanların dəyərləndirilməsində, insanların təlimləndirilməsində, bizim şirkətlərimizdə çalışan insanları müəyyən bilik və ya bacarıq əsasında segmentlərə bölməyimizdə də köməklik edə bilir. Tanınmış Boston Consultancy Group matrisi, mən burada sizə 3 matris göstərəcəm və bunları, bu sadəcə bir misal matrisdir ki, matrisləri necə istifadə edirik, sadəcə refresh edirik özümüzü. Bundan sonra 2 matrisdə isə öz təcrübəmə əsasən o matrisləri necə istifadə edirəm və sizlərə də oradan, belə deyək də, çox nacizanə məsləhət görürəm ki, mənim təcrübəmdə işə yarayır, sizin də təcrübənizdə işə yaraya bilər. Boston Consultancy Group matrisi gördüyünüz kimi Şaquli və Üfüqi oxları var. Oxlar özü yoxdur burada, amma bizim outsiderlar, ulduz, gəlir mənbəyi, bu məşhur cash cow-lar, Azərbaycancaya tərcümə edərkən biraz çətinlik çəkdim, amma düşündüm ki, sağlam inək, mən biraz işçilərimizi inək adlandırmaq istəmədim, onun üçün burada belə bir terminologiyadan istifadə etdim. Yada salaq nə idi bu? Bizim bir növü böyüyən bazar, sürətlə böyüyən bazar tempi bir tərəfimizdir. Bir tərəfimiz isə oradan əldə etdiyimiz gəlirdir. Yəni, bizim üfüqi oxumuz gəlirdən söhbət edir. Şaquli oxumuz isə o bazarın və ya biznesin böyümə tempindən danışır. Və təbii ki, ən
sürətli böyüyən bazar və ən çox gəlir qazandığımız isə ulduz hissəmizdir ki, çox sürətli böyüyür, böyük gəlir əldə olunur və biz ora yatırım etməliyik. Biz mümkün qədər oranı sürətləndirməliyik, böyütməliyik, çünki bizim böyüyən biznesimizdir. Bayaqlarımda Ağacan müəllim də qeyd edirdi, bir növü indinin yox, gələcəyin işi, hansı ki, indidən ora sürətli böyüyür. Buradan outsiderlarımıza keçsək, bu da bizim xərcimizi aparan, böyümə potensialı az olan, bir növü bizə çox da gəlir gətirməyən, mümkün qədər buradan tez çıxmalı olduğumuz, bəlkə də öz xərcini belə çıxarmayacaq outsider tərəfimizdir. Sual işarəsi ulduzla outsiderın arasında yerləşir. Niyə? Çünki burada gəlir baxımından çox da böyük gəlir yoxdur, amma artım baxımından bəli, böyük potensial var. Potensial da bugünkü təqdimatımızın başqa bir keyword-üdür, ona da qayıdacağıq. Və biz sual işarələrini ulduza çevirməyə çalışmalıyıq. Bir növ matrisin sol yuxarısına doğru gətirməliyik. Gətirə bilmiriksə, çünki bu outsidera çevriləcəkdir. Outsidera çevrildiyi halda nə olacaq? Yenə bizə gəlir gətirməyən, böyüyən bir bazar idi, amma gəlir gətirə bilmədi bizə. Bir də bizim sağlan inək dostumuzun, yoldaşımızın dediyi kimi, gəlir mənbəyi adlandırdığım cash cow-larımız, bu böyüməyən bazardır, amma maturity'sinə çatmış, stabil gəlir gətirən. Matrixlərimizin normalda formatı 2x2 və ya 3x3 və belə bir-birindən zidd olan, bir-birindən perpendikulyar fərqli cinahlarda olan hissələrdən ibarət olur. Buradan keçid eləmək istəyirəm, özümün çox istifadə etdiyim təsir risk matrisinə. Bayaq da qeyd etdiyim kimi, bizim şirkətlərdə ən böyük kapitalımız insan kapitalı olduğu üçün, o insanların yetişdirilməsi və onlardan maksimum faydanın əldə olunması üçün vacib nüanslardan biri də delegasiyadır. Təbii ki, biz bütün işləri özümüz görməyə çalışa bilərik. Uğurlu olacaqmı, olmayacaqmı, bu başqa bir məsələdir. Amma rəhbər olaraq, lider olaraq hər zaman belə bir dilemmada oluruq ki, özüm eləsəm 100% olacaqdır bu iş. Amma özüm eləsəm, digərləri necə inkişaf edəcək, digərləri nə zaman fail edəcək, digərləri nə zaman bir növü xırda səhvlərdən öyrənib böyük işlərdə daha uğurlu olacaqdır. Və bu matrisdə ondan söhbət edirik ki, bizim yenə də üfüqi oxumuzda risklər soldan sağa doğru artır. Yəni solda kiçik risk, sağda böyük risk. Şaquldə isə biz biznes təsirindən, yəni aşağıdan yuxarıya doğru artır. Bu matrisi mən sizə məsləhət görərdim ki, 3x3, yəni 9 xanalı, 9 qutulu versiyada istifadə edəsiniz, amma zamanımız dar olduğu üçün biz burada 4 qutudan istifadə edirik. Burada bütün məsələ nədəndir? Risklərin nə qədər kiçik və ya böyük olduğu və onun biznesa təsirinin nə qədər kiçik və ya böyük olduğundan asılı olaraq mən başlayacağam qırmızı qutumuzdan, yüksək təsir və yüksək risk qrupundan. Yüksək təsir, yüksək risk qrupu o deməkdir ki, bu riskin baş vermə halı ehtimalı böyükdür. Bu riskin təsiri böyük olacaqdır. Negativ və ya pozitiv yanda böyük olacaqdır. Bu o deməkdir ki, diqqətlə nəzarət olunmalı. Özümüzün və ya bu sahənin ən böyük peşəkarının, əlimizdə olan qaynaqlarda ən güclü ekspertinin bilavasitə iştirakı ilə və ya nəzarəti ilə idarə olunmalı bir işdir. Bu işi delegasiya etməyə dəyməz. Biz riski böyük olub, biznes təsiri kiçik olan işlərə keçəndə, yəni bizim narıncı deyəcəyimiz qutuya keçəndə, orada artıq təsiri kiçik olsa da riski böyük olan bir işdən danışırıq ki, bu zaman artıq belə bir problem yaranır. Bəli, riski böyükdür deyə burada daha rəhbər nəzarəti və ya bu işin ekspertinin nəzarəti lazımdır, amma təsiri kiçikdir bunun. Yəni bir növü məşhur frazeologizmimiz olan Ferrari ilə çörək almağa getmək kimi bir şeydir. Çox zamanı baha başa gələn bir əməkdaşın, ekspertin fikirlərini istifadə edəcəyik burada. Bu baxımdan biz burada daha çox məhdudlaşdırma, prosesləşdirmə etməliyik ki, bu işləri bir növü risk etməyək, bu təsirləri
riski böyükdür deyə təsirlərindən əziyyət çəkməyək. İndi isə yüksək təsir və kiçik risk qrupuna keçirik. Yüksək təsir və kiçik risk dedikdə riskimiz kiçikdir, amma bundan böyük bir nəticə əldə etmək olar. Bu bizim delegasiya işimizdə ən gözəl kozurumuzdur. Təpsidə qabağımıza gələn bir gözəl bir şansdır. Niyə? Çünki ulduz əməkdaşlarımızı, vacib promotion vermək istədiyimiz əməkdaşları və ya başqasına promotion verdiyimiz üçün bunu da həvəsləndirməliyik dediyimiz əməkdaşları qiymətləndirə biləcəyimiz işlərdir bunlar. Çünki riski kiçikdir, amma çox böyük impakti var. Bu o deməkdir ki, böyük ehtimalla uğur qazanılacaq bir işdir bu. Bunu mütləq şəkildə ulduz əməkdaşlarımıza delegasiya etməliyik və bəzən onları motivasiya etmək üçün, bəzən promotiona səbəb yaratmaq üçün yaxşı istifadə oluna bilər. Və kiçik təsir, kiçik risk işləri, bu bizim işimizdə, belə deyək, 80% resursumuz, hansı ki, bəzən daha öyrənmə aşamasındadır, daha middle, daha orta səviyyəli mütəxəssislərimizdir. Onlara delegasiya olunmalı bir işdir ki, burada risklər kiçikdir, bəli, təsir də kiçikdir, amma həvəslənməyə, öyrənməyə, səhv edib onun üzərində daha geniş təcrübə qazanmağa daha əlverişli bir vəziyyətdir. Bu səbəbdən bu işlərdə komandamızın daha ulduzluq leveli və ya ekspertlik leveli daha aşağı olan üzvlərinə yönəltmək olar. Əslində bizim bir dənə də matrisimiz var idi. Daha belə deyək, qəliz semalar üzərində idi, amma yaxşı ki, elə 5-ci günün sonunda o matrisi burada məncə müzakirə etməyək, çünki bəzi mübahisəli hallar çıxacaqdı. Oldu. Təşəkkür edirəm diqqətiniz üçün, çox sağ olun. Minnətdaram, hər üç spikerə təşəkkürümüzü bildiririk.